Son günlər sosial mediada və müxtəlif platformalarda bir sual tez-tez səslənir. Azərbaycan və İran arasında müharibə ola bilərmi? Mövzuya giriş etmədən öncə Brian H kanalı haqqında qısa bir məlumat verim. Gördüyünüz üzrə bu kanalın ilk videosudur və bu video ilə də anlaşılmasın ki, Brian H kanalı hər hansısa bir müxalifət kanalı və ya xəbər kanalı ya da bir reaksiya kanalıdır. Xeyr, bunların heç birisi deyil. Brian H kanalı adından da görüldüyü üzrə bir beyin kanalıdır. Burada mövzular düzgün şəkildə analitik formatda analiz olunaraq fikir bildiriləcəkdir. Rəsmi açıqlamalar, diplomatik görüşlər və ümumi siyasi mənzərə göstərir ki, iki ölkə arasında birbaşa hərbi qarşıdurma ehtimalı çox aşağıdır. Bu tip söhbətlər daha çox emosiya və qorxu yaratmaq üçün sosial mediada şaya məqsədi ilə paylaşılır. Amma bu o demək deyil ki, Azərbaycan və İran arasında heç bir problem yoxdur. Əksinə, gərginliyin kökləri bu günə yox, tarixə dayanır. İran regionda uzun illər təsir gücünə malik olub. Azərbaycan isə müstəqillik qazandıqdan sonra öz yolunu seçən, güclənən və söz sahibi olan bir dövlətə çevrildi. Bu dəyişikliklər avtomatik olaraq bəzi narahatlıqlar yaratdı. Burada əsas məsələ birbaşa torpaq iddiası yox, təsir və balans problemidir. Xüsusilə Cənubi Qafqazda yeni reallıqların yaranması, nəqliyyat yolları, regional layihələr və Azərbaycanın artan nüfusu İran tərəfindən diqqətlə izlənilir. Digər tərəfdən Cənubi Azərbaycan mövzusu isə həmişə əsas olub. Bu məsələ hərbi yox, daha çox psixoloji və ideoloji xarakter daşıyır və zaman-zaman gərginliyin artmasına səbəb olur. Amma bütün bunlara baxmayaraq həm Azərbaycan, həm də İran tərəfi çox yaxşı anlayır ki, açıq müharibə heç bir tərəfin marağına xidmət etmir. Belə bir senari yalnız regionu qarışdırar, iqtisadi və siyasi balansı pozar və nəticədə hər iki ölkə üçün ciddi itkilərə səbəb olar. Burada diqqət çəkən əsas mövzulardan biri Cənubi Azərbaycan məsələsidir. İranda milyonlarla Azərbaycanlıların yaşaması bu mövzunu sadəcə tarixi yox, həm də daxili təhlükəsizlik məsələsinə çevirir. Azərbaycan dövləti rəsmi şəkildə ərazi iddiası irəli sürmür, amma İran daxilində bu mövzu həmişə əsas qəbul olunur. Çünki bu məsələ milli kimlik, dil və mədəni hüquqların kontekstində vaxtaşırı gündəmə gəlir. Xüsusilə son illərdə İranda baş verən daxili proseslər bu narahatlığı daha da artırıb. Ölkə daxilində etirazlar, sosial gərginlik, iqtisadi çətinlik və mərkəzi hakimiyyətə qarşı artan narazılıq fonunda Tehran üçün ən böyük qorxu daxilindən zəifləməkdir. Bu baxımdan xarici təhlükə görüntüsü yaratmaq və diqqəti sərhədlərdən kənara yönəltmək bəzən daxili problemləri kölgədə qoymaq üçün istifadə olunur. İranda gedən bu daxili savaş yeni xalqla sistem arasında gərginlik, dövlətin xarici siyasətində təsir edir. Məhz bu səbəbdən zaman-zaman sərt bəyanatlar, güc nümayişləri və emosional çıxışlar görürük. Amma bu çıxışların arxasında real müharibə planından çox psixoloji təsir və daxili auditoriyaya mesaj vermək məqsədi dayanır. Azərbaycan tərəfi isə daha rasional və soyuqqanlı xətt tutur. Regional sabitlik, iqtisadi layihələr və diplomatik əlaqələr Bakının əsas prioritetləridir. Bu da göstərir ki, tərəflər arasında fikir ayrılıqları da olsa, məsələ hərbi müstəviyə daşınmaqdan çox uzaqdır. Yekun olaraq demək olar ki, hazırki vəziyyətdə ortada real müharibə təhlükəsi yox, siyasi gərginlik, ideoloji narahatlıq və daxili problemlərin xaricə yansıdılması var. Ən təhlükəli məqam isə bəzən faktlardan yox, şayiələrdən və qorxunun sürətlə yayılmasından da olur. Amma əsas suallardan biri bu olmalıdır ki, nə vaxt Arazın o tayı ilə bu tayı birləşəcək və bütöv Azərbaycan qurulacaq.